Dopu dediğimiz bu saksı qabda fərqli formada piti hazırladım. İlk olarak lazım olanları almaq üçün qaxa yollandım. Noxudu, sonrasında qəssab Vüsaldan ət aldıktan sonra dostum Sənanla görüşüb evə getmək istirdim ki, Qaraçı qızın dalımca düşdüyünü gördüm. Nə istirsən deyə soruşanda gördüm ki, əl çəkən deyil, getdiyi xalqdan qruqdan biraz aşağıda təzə açılan TCD uşaq aləminə. Mağazaya girən kimi gah oyan buyan qaçdı, gah da at sürdü. Dedim gəl çaxta baba alım ya da ki top. Dirəş ki mən labubu istəyirəm. Həm Qaraçı qıza oyuncaq aldım, həm də ki mağazadakı oyuncaqlarla tanış oldum. Həmişə uşaqlıqda izlədiyimiz Pikachu da buradaydı. Oyuncaqlarla yanaşı suvenirlər, digər məhsullar da satılırdı. Qaraçı qızla sağollaşıb getdim evə pitini bişirmək. Noxudu yuyub suda saxladım ki biraz şişsin. Sonrasında əti biraz böyük hissələrə ayırdım. Çünki bu hazırladığım piti böyük formada idi. Piti əsasən qoç ətindən hazırlanır. Mən mal əti almışdım. Davamında da soğanı doğrayıb hazır elədim. Pitini bu qabda hazırladım. Biz buna dopu deyirik. Bizdə belə deyilir. Deyirsinizsə fikirlərinizi videonun rəy bölməsində qeyd etməyi unutmayın. Dopuya noxudu, əti əlavə edib üstünü su ilə doldurduqdan sonra qoydum şulxa peçinin üstünə bişmağa. Peçi də xodladım ki piti tez bişsin. Çünki axşam yeyib içmək var. Biraz keçdikdən sonra kəfini alıb soğanı, duzu, zəfəranı əlavə edib həm bişmağı, həm də xalamgilinin gəlmağını gözlədim. Pitinin yanında sumaklı soğan və tutma da yaxşı gedir. Kamil dayı və özümə pitidən çəkib başladı xırda yemağa. Pitini yemək bizdən, takip atıb videonu bəyənib paylaşmaq sizdən. Növbəti vloqlarda görüşənədək.